Avtomobil Amerikadan gəlib, Amerika bazarı ixaldı. Qeyd edirəm, avtomobil 2022-ci ildir. Bu hissəsini mən çox bəyəndim, kupe kimi ediblər. Üst əmri yoxdur. Salam, hörmətli izləyicilər, Nizat Xaç kanalıma xoş gəlibsiniz. Arxamda duran bu canavarı görürsünüz. Bu Ford Bronco'dur. Amerika bazarı ixaldı avtomobil. Avtomobil 2022-ci ildir, indi tam göstərim sizə. Avtomobil Amerikadan gəlib, Amerika bazarı ixaldı. Avtomobilin zədəsini görürsünüz. Ön sağ hissə qanad yoxdur, qapısı yoxdur. Daha doğrusu detalları var. Sadəcə Amerikadan belə gəlib avtomobil. Detalları içindədir, içində göstərim sizə. Qeyd edirəm, avtomobil 2022-ci ildir. Belə bir salonu var. Tam göstərəcəm sizə, indi gəzək baxaq. Qapısı gəlib. Qeyd edeyim ki, avtomobilin üstü plasmaslı, yəni sökülür. Bilməyənlər üçün deyim. İndi bu hissəsi yox idi, sifariş eləmişik, gəlib. Ehtiyat hissələrin bəziləri yox idi, onlar gəliblər. Amma olaraq belə göstərim sizə. 2022-ci ildir, 2.7 motordur, 330 at gücü var avtomobilin. Yəni, məncə bu kuzaya bəs edər. Sizin fikirləriniz nədir? Şərhlərdə yazarsınız. Deməli, belə bir at znakı var burada. Kompakt avtomobil. Ford Bronco. Bu hissəsini mən çox bəyəndim, kupe kimi ediblər. Üst əmri yoxdur. Qapının qalınlığı da çox deyil, amma çəkisi normaldır, yəni çox ağır qapısı yox. Belə göstərim sizə. Görürsünüz. Wildtrak avtomobil. Disklərini göstərim sizə. 315-70 R17. Ön hissəsi belədir avtomobilin. Bu avtomobilin dizaynı ilə bağlı öz fikirlərinizi yazın komment bölməsində. Bəyənirsiniz yoxsa yox. Tam göstərim sizə. Bu avtomobillə hara getmək olar? Yenə də qeyd edeyim ki, avtomobilin ümumi dam hissəsi sökülür. Monitoru var. Avtomat sürətləri qutusu, rejimləri var. 2H, 4L, 4A, 4H kimi rejimləri var. Əsl dağa, daşa dırmaşlası bir avtomobildir. Sahibinə xeyirli olsun. Avtomobil Akayatlı servisimizə yaxınlaşıb. Ümumi olaraq, tam olaraq avtomobilin təmir işləri bizim servisimizdə görüləcək. Yəni, əgər sizə maraqlı olsa, bu avtomobilin yekun nəticələrini də çəkib videosunu paylaşaram. Əgər proseduru görmək istəyirsinizsə, şərhlərdə mütləq şəkildə bildirin. Əgər bu avtomobil sizə maraqlı olsa, mən bunun videolarını davamlı olaraq yığılma prosesinin hamısını YouTube kanalında çəkib paylaşacağım. Əgər istəsəz və maraqlı olsa sizə. Ölün baxın. Belə maşınları görmək istəyirsə kanalımıza abunə olub, bu videoya like atmağı unutmayın. Təşəkkür edirik.